Dostlar, salam, necəsiniz, yaxşımısınız? Yenə mən, Tunar. Sizlə zov eləməyəcəyik. Oradakı bütün hər şey xəritə, dinozorları lap 10 üzərindən, yəni qiymət verərdim məsələn. Delphius Chilis. Ən sevdiyim möhtəşəm xəritə. 10 üstündən 10. Forsiskin. Çox açıqlıq yerləri var, amma bu da qəşəngdir. 10 üzərindən 8. Vengerford. Mükəmməl. 10 üzərindən 9.5. Sonrasında Manya Jungle. Qəşəng. Bu da belə qəşəngdir, amma çox açıqlıq yerləri var. Və yəni açıqlıq yerləri vardı. Yəni də yaxşı sayılar. 10 üzərindən 7 deyəcəm buna. Mont Ravan. Bu da qəşəngdən belə biraz qəribədir. Hətta həm düzlükləri, həm təpəlikləri var. Həm vulkan var, həm də soyuq yeri var. Ona görə buna 10 üzərindən 7 verə bilərəm. Sən mənə. Sən dur çıx get birdən. Sən dur çıx get. 10 üzərindən 1. Bunun adını nəsə oxusam, Mineraloji Cenge Paradise, yəni o qədər qəribə adı var ki. Amma bunun da təpəlikləri var və adamın əsəblərini pozur, ona görə 10 üzərindən 5'dir buna. Parasaurolophus. Oyun həm birinci dinozordur. Xoşuma gedər, amma yəni qaçır sonuçta ot yeyəndir. Yəni 10 üzərindən bir buna 10 üzərindən 8 yarım verə bilərəm. Ankylosaurus. Parasaurolophus kimidir. Buna da bir 10 üzərindən 6 verərəm. Stegosaurus da qəşəngdir, həm də yekədir, həm də yavaş qaçır, yəni çox asandır. Ona görə 10 üzərindən 8 yarım verə bilərəm buna. Pachylosaurus. Sürətli qaçır və adamın əsəbləri pozulması dışında yenə də yaxşı sayılar bu da. 10 üzərindən 7. Amargasaurus. Qəşəng sayılar da, qəşəng sayılar. 10 üzərindən 6 yarım. Səni mən 10 üzərindən 1. Bu üçünə də 1 verirəm mən bunlara. 1. Heç sevmirəm. Phasmosaurus. Bu üçlü kimidir. Onlardan birazcık daha yavaşdı, həm də şeydi, qaçandı. Ona görə biraz üstü 4 verə bilərəm buna. Qəşəngdir. Həm uzaqdan da vuranda qaşmır, üstümə gəlir, amma yenə də adamın əsəblərini poza bilir bəzən. Ona görə 6 yarım. Bu üçünə və bax bunlara bax, bu altın hamısına üçünə də dediyim kimi 1 verirəm. 1 hamısına 1 bu 9'dan 1. Traptor. Qəşəng sayılar da T-Rex'dən daha çox adamlar səbirləz. O üzrə 7. Mükəmməl. 10 üstündən 11. 10 deyil ha, 10 üstündən 11'dir buna. Pistol. Qəşəngdir, amma yenə də hani az şey verir, az hasar verir. Ona görə sana pistol 10 üzərindən 5 yaxşıdır. Pompalı. Qəşəngdir. Həm də yaxından çox yüksək hasar verir. Buna mən versəm 10 üzərindən 8 verərəm. Pompalı kimidir, amma bu da pompalıdan birazcık daha nişansızdır, həm də daha çox mərmisi var, amma nişanlaması çətindir. Ona görə buna
10 üzərindən 7 yarım versəm olar. Xbox qəşəngdir, səssizdir, amma yenə də məsafəsini hardan vuracağım və ya mərminin hardan çıxıb getdiyini bəlli olmur çox. Ona görə 10 üzərindən 6 yarım olar. Mükəmməl. Əsas da Gigantoraptor'un oyundakı bütün dinozorları avlaya bilərəm bu silahla. 10 üzərindən 10. Qəşəngdir. Amma yine nişan alanda biraz şey sallanır. Onun dışında yaxşıdır. Buna şey verərəm. 10 üzərindən 9 yarım. Yəni 10 vermirəm. Qəşəngdir. Əvvəlki T-Rex ovlarımda çox işlətdiyim silahdır, amma indi işlətmirəm. Amma indi bu da gözəldir. 10 üzərindən 8 yarım. Və video bu qədər dostlar. Oyundakı bütün haritaları, dinozorları, silahları böyle 10 üzerinden puan verdim. Video bu kadar idi. Baktığınız için sağ olun, var olun. Bay bay.